valideynin Allah Teala buyurur kitabında. Valideynlərindən ikisi və yaxud da biri sənin yanında ahıl yaşına çatsalar, onlara uf belə demə. Və diqqət et, Allah Teala niyə deyir ahıl yaşına çatanda? Çünki insan yaşlandıqca xasiyyət pisləşir. Uşaq kimi olur. Məsələn, lazımsız şeylərə əsəbləşir. Lazımsız şeylər deyinir. Ahıl yaşına çatıb artıq. Və həmən zamanda Allah Teala ki, fələ təqul ləhumə uf əl-əyə. Onlara uf belə demə. Nəyə görə? Biraz səbirdir. Biraz səbir eləsən, əcri böyüdür. Başqasına yaxşı baxmaqla valideyni yaxşı baxmaq eyni deyil. Ona görə gəlir adam, müsəlman, sələfi, olduğu yolun qədri qiyməti, mahiyyətini bilə. Mahiyyət bilinsə, yol rahatlaşır. Mahiyyət bilinsə, səbəb nədir, məqsəd nədir? Bu yolun sonunda nə var? Valideynlərlə gözəl davranmanın sonunda nə var? Allahın razılığı var. Məgər Allahın razılığının qədri qiyməti var. Məgər Allah Taala'nın razılığının hər hansısa bir şeylə müqayisəsi var. Sənin bağışlamağın demir. O da girmədən cənnətə girməyə demir. Ona görə gəlir Rəbb tanına. Və Rəbbin yolu da tanına. Çünki Allah Teala kitabında buyurur ki: "İn tansurullaha yansurkum." Əgər siz Allaha kömək etsəniz, Allah sizə kömək edəcək.